Putin həmişə Mehriban Əliyevanı medallarla təltif edir və ya etdirir. O, İlham Əliyevə medal vermir. Sonuncu dəfə Rusiyanın patriarxı Kirillin Mehriban Əliyevaya taxdığı medal cəmi indiyə kimi dünyada 3 qadına verilib. Mehriban üçüncüsüdür. Medalın mənası budur ki, Rusiyaya xidmət edən qadınlar bu medalla təltif edilir. Rusiyaya ən böyük xidmət eləmiş üçüncü qadın Mehribandır ki, ona bu medal verilibdir. Mehriban Əliyeva, hansısa Rusiyada Putinin ətrafında çalsa qüvvələrlə İlham Əliyevi öldürüb İlham Əliyevin yerinə keçmək istəyir. Amma Mehriban Əliyeva, Allah, başını yala. Mehriban Əliyeva danışa bilmir. Mehriban Əliyeva danışa bilmir artıq. Dili topuq vurur. Pəltək kimi danışır. Ağzına açan kimi kimlərsə bunu görübsə hiss edə bilər. İnsanlar diqqət etsin. Mehriban Əliyevanın görüşlərindən heç bir video kadr indiyə kimi paylaşılmır. Mehriban Əliyevanın səsini, danışığını heç kim paylaşmır. Görün, neçə aylar, illərdir. Görüşlərindən yalnız şəkil paylaşırlar. Ya da Mehribanın səsi olmayan video kadrlar. O, Mehriban Əliyeva danışa bilmir. Bir sözü demək üçün 5-6 dəfə kəkəliyir. Onun səsi də dəyişib. Danışanda Mehriban Əliyeva yoğun səs tembri ilə danışır. Elə bil ki, İlhamın səsindən yoğun səslə, çox qəribə səslənir. Ağzından almaqdan səs tellərini basıb dağıdıqda oralarda. Qarşı, Lukashenko ilə yatan adam nə olacaq? Mehriban Əliyeva bağırsaq xərçənginə tutulubdur, dostlar. Artıq 2 ildir bu xəstəlikdən əziyyət çəkir. Baxın, Mehriban Əliyeva bağırsaq xərçəngin xəstəliyinə tutulubdur. O, getdikcə ciddi çəki itirir. Onun çəkisinin itirilməməsi üçün hər ay ona uşaq qanı köçürülür və köçürülməlidir. O, yaxın vaxtlarda yenə uzun müddət Mehriban Əliyeva görünməyəcək. O, İsrailə yollanır. Kimya terapiya alması üçün yenə İsrailə hazırlaşıb getməyə. Dəyərli həmvətənlərim, Mehriban Əliyeva kimya terapiya alır. Artıq İsrailə yenə gedəcək. Uşaq qanı, bilirsə qan dəyişməlidir. Ona görə uşaqlar itir Azərbaycandan, uşaqlar uğurlayırlar. Hamısını, qanını, orqanını sorub, hamısını Mehribana vururlar, iliyini, miliyini. Mehribana. Çünki Mehriban Əliyeva xərçəngdir.